Girərəm. Aha, biraz önceki özelliği biz deməli kəsirlərin məxrəcində məsələn atıyorum 10 kök 5. Tamam mı? Bu şekilde onu tek kök olanda onu beşe bölürdüm, ilirdi 2, kök altı 5 kimi örnekler vermiş oldum. Nümuneler vermiş oldum. Ama indiki bugünkü nümunemizde yani biraz sonra eləyəcəyimiz örneklerde toplama çıxmalar olacaq. Yani toplama çıxmalar olduğu zaman değerli kardeşlerim bu səhifənin hamısını çözeceğim çünkü önemli dersdir. Zaten bir derse kurtarma olmur kökləri. Bir sonrası 2-3 həftə, 3 həftə olacaq yani. E, Bu cürlə toplama çıxmalarda isə şagirdlərin nə edəcəz? Qoşmasına. Ne deyirik buna İngilizce? Conjugate. Rusçanın neydi? Ay Zeynep bunun, Kamran Rusçası neydi bunun? На противоположную. Противоположность. Bəli. Aha. Yani plusdursa minusuna, minusdursa plusuna vurulur. Ben İngilizcesini bildiğim için conjugate deyirik buna. Yani hocam bir bölünsün kök 3 minus kök 2 olduğu için minusdursa plusuna plusdursa minusuna vurmuş olurum. Her zaman niye koşmasına vururuq uşaqlar bunu? Zeynep. Kamran buradasan mı ay Kamran? Buradayım müəllim. Aha, a Orada kvadrat minus b kvadratlar kvadrat olur. əmələ gəlsin. Formula yes u nas. Düsturumuz var da həmişə formula gəlsin. Formula gələndə də mənim balalarım 3 minus 2 nə qalır? 1 qalır. Qalır kök 3 plus kök 2. Bir tane daha çözəyim mən buna aid. Baxın burada nə edəcəm bəs? Burada isə kök 5 plus 1 deyilmi? Yuxarını da aşağını da kök 5 minus 1'e çarpacağım, vurulmuş olacağım. Aşağı olacaq a minus b, a plus b, 5 minus 1, 4 olur. 4'lər gittiler. Ne kaldı? Kök 5 minus 1 kaldı. Sırf buna ait arkadaşlar ayrıca özellik neden adı yani üzerinde kalmış olacağım. Zərfə neye başladın Mehrab? Arkadaşlar gör neye başladınız? Başa düştüm. Hı. Nigar gör hanı neye başladın ay Nigar? Başa düştüm. Hı. Kamran sen bəs? Başa düşdüm müəllim mən də. Hı hı. Aha. Devam edirəm. Meryem anladın değil mi evladım? Evet hocam anladım. Aha. Yani bayağı bir soru çözeceğim buna ait. Bu bilgisayarın yeri benim hemşe şeylir. Şimdi burada neye vuracağım uşaqlar yukarında aşağında? Kök 5 5 5 üste gel kökçe. Kök 5 üste gel kökçe. Şimdi aşağı ne olacaktır arkadaşlar? A minus B, A plus B, A artı B, A eksi B. 5 minus 3 2 olacak. Yukarıda 2 olduğu için kaldı. Kök 5 artı kök 3. İkiler gittiler. Ne kaldı? Kök 5 artı kök 3. Anlaşıldı mı balalar? Bəli, müəllim. Tamam. Geldik şimdi dördüncü soruya. Dördüncü soruda ne yapacağız? Yukarının da aşağını da arkadaşlar. Yukarının da aşağını da kök 6 minus kök 5'e vuracağım. Kök 6 minus kök 5'e vuracağım. Yukarının da aşağını da kök 5 minus kök 4'e vuracağım. Yukarının da aşağını da kök 5 minus kök 4'e vuracağım. İndi a artı b, a eksi b olduğu için 1'e gitti. Ne kaldı? Kök 6 minus kök 5. Üste gelinsin uşaqlar. Bu da kök 5 minus 4, kök 5 plus 4 1 olduğu için kök 5 çıxılsın, kök altında 4 kaldı. Kök 5'ler gitmiş oldu, beraberdir. Kök 6 çıxır, 4'ten də nə çıxır? 2 çıxır. Yəni kök 6 minus 2 olur. Görün anlaşıldı mı Ay Kamran? Meryem, Bəli Zeynep. müəllim. Hı hı. Anladım hocam. Şimdi arkadaşlar 5. soruyu çözmüş oluram.
Burada nəyə vuracam Məryəmcim? Yuxarını aşağını. Kök 7 minus kök 3. Buranı da vurmuş olacağım kök 7 minus kök 3. Aşağı a minus b a plus b olduğu için 4 kalır. 7 eksi 3'te. Dörtler de ciddi kaldı. Kök 7 minus kök 3. Şimdi başka bir örneğe kesmeden lütfen bu iki sorudaki deyin görək. Yoksa devam ederim icazənizlə. Adam deyər buyurun müəllim. Buyur müəllim. Buyurun müəllim. Çox sağ olun, çox sağ olun inşallah. Çox sağ olun. Alqışlara ehtiyac yoxdur. Ehtiyacı sinifdə bilirəm. Mehrabgil falan çox gözəl alqışlar eləyirdilər, amma yaxşı, pis deyil. Hı -hı. Mehrab, 9-cu soruyu nasıl çözəriz mənim balam? Mehrab 100% yatıb. Kamran Bəli, necə müəllim. eləyərik? Ay Bəli. Kamran. Kvadratlar formulasını oxuyun. Bəli. Bu kökü kökə vuranda opşi kökdür. Kök 7 minus kök 2, kök 7 plus kök 2. Bu da Kamranın dediği kimi Mehrab demin yatsın. A artı B, A eksi B 7 minus 2 olur. O da ne olur? 5 olmuş olur. Hocam ben anlamadım diyen var mı? Var mı arkadaşlar anlamayan? Müəllim Mehrab yazıb ki, səsim gəlmir. Çətə Yo yazıb. gelir ne donadı şey biz səyişdim diyor. Yok gelmir de sesin. Ha bu da burada yazıb ki. Sesim gelmir. Yo gelmir. Ola bilsin internetten olmuş olabilir. Eybi yoktur. Uşaq çox yorğundur, dəyməyin. Aha. Fərid Xəlillə necə olar onun sorununun həlli? Müəllim bu da kvadratlar kimi də olacaq. Kök 5 çıx 1-in kvadratı. Xeyr, kök 5'in kvadratı çıx 1'in kvadratı. Hə, Aha. kök 5-in kvadratı çıx 1-in kvadratı. O da 5 çıx 1-in Kök kvadratı altında olur. olacaq. Hadi yox, Kök nə altı. kvadratı? Hə, kök 6 var ya müəllim. 2 çıxırdı oradan. Yəni Kardeşim, 5 bəli, çıx bəli. 5. 5 çıx 1, bir kök 5 plus 1. O da kök 5'in kvadratı 5. 1'in kvadratı 1. Bu da elədi kök 4. Oradan nə çıxır? 2 çıxmış olur. Şimdi arkadaşlar buna ait bayağı bir soru çözdük. Şimdi çünkü ileride çok önemli sorular var. Evet Zarife mikrofon sende. 11. soruyu nasıl çözeriz? 11. sualda kök altında 5 çıxılsın kök altında 2'ye vurulub birincine. Tələsmə, nervlənmə xahiş edirəm. Nervlənmə. Xahiş edirəm. Bax Mədinəni də əsəbləşdirirmişsən orada. Aha ikincini necə eləyirik? Çox gözəl izah edir. İkincidə Deyir mənə. Kök 2 minus 1'ə Mənim vurur. ses bayaq getdi ona görə. Hı -hı. O minusları vurur. Ondan sonra birincide kvadratla yəni 5'in kvadrat kök altında 5'in kvadratı çıxılsın kök altında 2'nin kvadratı orada edir 3. 3 ilə 3 gedir. Hı -hı. Ondan sonra kök altı 5 çıxılsın kök altı 2 üstə gəl. Tələsmə. Aha üstə gəl. Ondan sonra digərinin də kvadratı, yəni kök altı 2'nin kvadratı çıx 1, bu da edir 1. Yəni kök altı 2 çıxılsın 1. Evet. Köklər Oradan getdi. Kök 5 kök 5 minus çıx 1. 1. Evet. Var mı sorusu olan benim balalarım? Aha. Şimdi 12'nin nicarı necə eləyərik səncə? Burada da burada
Eyni məxrəclə götürürük. Necə? Yəni, onsuz da kök qoşmasını vuranda məxrəclər eyniləşir. Aynen öyle. Mükemmel, mükemmel, mükemmel. Aslında müəllim dilində biraz daha da farklı bir izah edeyim. Arkadaşlar, bunları zaten ortak məxrəc götürəndə elə əslində özlərinin bir-birinə qoşmasıdır. Hə, zərfənin bir izah elədik ki, mən kök altı gel vuranı. Kök altı gel vuranı məsələn üçün. Bu şəkildə eləsə, elə dördlər gedəcək, kök altı plus kök iki bu şəkildə qalacaq. Yəni əslində eyni məntiqə gəlmiş olacaq. Hocam, sanki elə bil ki, sizin dediyiniz örnəklərin hamısında elə bilin ki, burada elə rəqəm qoyurlar ki, qoşmasına vuranda 6 minus 2 özü əslində burayla gedir. Aynen öyle olur arkadaşlar. Yani 4, 6 minus 2 4 ile gider. Birinciden ne kalır uşaqlar? Kök 6 plus kök 2. Niye? Çünkü qoşmasına vurur. Ama burada da qoşmasına vuranda kök 6 minus kök 2 değerli kardeşlerim. Burada da qoşmasına vuranda ne kalır arkadaşlar? Kök 6 minus kök 2 kalır. Kök 2'ler gitti. Kök 6 ne elədi? 2 kök 6 6. Anlaşıldı mı balalar? Bəli, müəllim. Hı hı. Şimdi icazənizlə devam ediyorum. Bu ortaq məxrəcdir, ortaq məxrəcdir, ortaq məxrəcdir. Aha, hələ ki testə keçməzdən bu qədər.